Orazami ne yiyorsun? Assalamu aleyküm. Ay kardeş, başlar önüm sen. Bu ne yiyirəm? Bunun adı bilinmir, nədir? Bu can dərmanıdır, can dərmanı. Mən 30 il bundan qabaq həqiqətən belə bir dadlı yemək yemişəm. Bu yeməyin adı çox dadlıdır. Usta! Gəl bəri qardaş, başlar önüm. Sən gəl dinən görək bu nə tərkibsən, bunun içərisində nə var? Bunun içərisində duş olsun. Sağ ol. Balığın baş hissəsidir, bir də iç hissəsindən əti olan. Pomidordur, biberdir, zəfərisidir, soğanıdır. Bunun buğlaması sayılır. Duş olsun. Başlar önüm sən, əllərin ağrımasın sənin usta. Çox gözəl, çox dadlıdır. Mən hələ indiyə qədər yemək reklam stilində demirəm ha. Ağız dad tam stilində deyirəm. İndi bozbaşdır, çiftədir. İndi nə bilim belə sulu yeməklər yeyirik də. Mən millətimə demək istəyirəm ki, mənim əziz millətimə bu daddan nə bilim 30 il mənə geriyə qaytardı. Gəlin bu daddan, tamdan bu Şef Seyranın Balaxanda açılan yeni məkanında dadım. Çox gözəl və çox dadlıdır. Yəni bu dadlı olmasaydı, mən həyatı boyunca məsələn reklam məqsədi ilə demirəm. Bunun dadına, tamına görə ki, məsələn ağzımda mənim dad tam dəyişdi. Yəni bozbaşdı, çiftədir, bunları bizim gündəlik yeyirik də. Ancaq bu daddan çox ayrı bir şey. Usta həm qohumdur, Astaradan gəlir. 50 ilin ustasıdır. Məni 30 il Astaraya qaytardı. Çox dadlı, çox belə acılığı var belə, nə bilim, çox dadlı tamlıqlar. Yəni bu Şef Seyran, indi şef deyirəm, indi biraz belə çıxır. Yəni şef ona görə ki, şef adı ona görə neçə illər elə coverda olur. Üzr istəyirəm böylərdən, övladımdır, oğlumdur. İndi hər valideynə övlad uğurları ilə sevinç fəxri arzulayıram ki, övladlarının uğurları ilə sevinsinlər. İndi oğlum indi Seyran burada yeni bir Balaxanda məkan açıb. Xeyirli uğurlu olsun. Yəni ad günləridir, nişanlardır, kiçik toylardır. Dəvətlisiniz, gəlib Seyranın məkanında keçirdə bilərsiniz. Yəni Seyran da millətinə, xalqına xidmət edir. Millətin, xalqın vətənpərvər bir övladdır. Yəni hədiyyələri çoxdur. Yəni klon tərəfindən, panda tərəfindən, musiqi tərəfindən, şar tərəfindən, qoyduğu qiymətlər tərəfindən hədiyyələri çoxdur. Və biz istəyirik millətimizə, xalqımıza ürəklə xidmət eləyək, onların sağolun qazanır. Çox sağ olun. Gəlin, dadın, tamın, baxın, görün nədir bu? Bu betərə şey. Bu həqiqi mən ağzımın dadı tamı 30 il